Sonra da deyəcəksiniz ki, Vuf'un yaxasını buraxmır. Əslində mənim Vuf'la elə bir qərəzim planım yoxdur. Sadəcə bu selləmə tədbirin nə qədər mənasız və səfihcəsinə yola verildiyini sizə çatdırmaq istəyirəm. Mən neyniyim ki, Beynəlxalq Şəhərsalma Forumu keçirib orada şəhərsalma əvəzinə qan xəstəliklərinin müzakirəsini aparırlar. Bunlar axı bir-biri ilə əlaqəsi olmayan məsələlərdir. Qan xəstəliklərinin kəndə və ya şəhərə bölünməsini kim necə izah edə bilər ki? Səbəbini demək istəyirəm bu bekarçılıq söhbətlərinin. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası bir neçə gündür bitsə də onun fiyaskosu ətrafında müzakirələr səngimir. Çünki hakimiyyət bu tədbiri elə bir vəziyyətə saldı ki, forum bitdi, amma onun yaratdığı biabırçılıqlar gündəmdən düşmədi. Ən böyük problem isə ondan ibarət idi ki, forum boyu şəhərsalma məsələlərinin özü demək olar ki, arxa plana atıldı. Çünki şəhərsalma barədə açıq və peşəkar müzakirə aparmaq hakimiyyət üçün risklidir. Hər gün plansız şəkildə tikilən binalar, Bakının memarlıq simasının məhv edilməsi, bayır şəhərin sökülməsi, tarixi məkanların dağıdılması və şəhərin betonlaşdırılması fonunda ortada danışılacaq real uğur yoxdur. Məhz buna görə də hakimiyyət forumu süni şəkildə doldurmaq üçün hökumət yönümlü QHT-ləri qabağa verdi. Tədbirin adı şəhərsalma olsa da müxtəlif təşkilatlar şəhərsalma ilə heç bir əlaqəsi olmayan mövzuları forumun proqramına yerləşdirib bunu beynəlxalq tədbirin aktivliyi kimi təqdim etdilər. Bugün qarşıma çıxan iki konkret nümunə vəziyyətin nə qədər absurd olduğunu bir daha göstərir. Məsələn, hemofiliya sahəsində fəaliyyət göstərən bir təşkilat, Hemofiliyalı xəstələrin Respublika Assosiasiyası Şəhərsalma Forumunda qan xəstəliklərindən danışır. Auditoriyada əsasən yerli QHT nümayəndələri əyləşib, xarici qonaq əlbəttə görünmür. Hətta tərcümə xidməti belə yoxdur. Bu isə həmin tədbirin beynəlxalq auditoriya üçün ümumiyyətlə maraqlı və ya nəzərdə tutulmuş olmadığını açıq göstərir. Sual yaranır. Şəhərsalma gündəliyi hara, hemofiliya hara? Araşdıranda məlum olur ki, həmin təşkilat prezident yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən iri məbləğdə qrant alıb. Görünür, təşkilata başqa platformada keçirilməli olan layihəni gətirib, Şəhərsalma Forumunda təqdim etmək tapşırılıb. Məqsəd isə aydındır. Panel sayı çox görünsün, pavilyonlar boş qalmasın, hesabatlarda fəallıq yazılsın və tədbir vizual olaraq dolu təsir bağışlasın. Fotoları da təqdim edirəm ki, təqdimatların mövzularına diqqət yetirəsiz. Bu cür nümunələr isə həddindən artıq çoxdur. Başqa bir nümunə isə Xan Şunski fondudur. Bu fond da həmin QHT agentliyindən qrant alıb və görünür ona da deyilib ki, ayrıca platformada tədbir keçirməkdənsə gəlin Şəhərsalma Forumunda konsert proqramı təşkil edin. Nəticədə şəhərsalma müzakirələrinin aparılmalı olduğu platforma çal oyna, formal təqdimatlar və görüntü tədbirləri məkanına çevrilib. Əgər məqsəd Azərbaycan musiqisini və mədəniyyətini tanıtmaq idisə, niyə tədbirlər xarici auditoriyanın olmadığı kiçik zallarda keçirilirdi? Xarici qonaqların görünmədiyi, tərcümənin belə təşkil edilmədiyi proqramların beynəlxalq forumla nə əlaqəsi var? Üstəlik forumun açılış və bağlanış mərasimlərində onsuz da mədəni proqramlar keçirilirdi. O halda şəhərsalma panellərinin yerini niyə əlavə konsert və dekorativ tədbirlər tuturdu? Çünki məqsəd şəhərsalma deyildi. Məqsəd dövlət pullarını silmək, statistika şişirtmək və saxta görüntü yaratmaqdır. BMT-dən gələn qonaqlar da təbii olaraq diplomatik formada hər şey yaxşıdır deyirlər. Gəlib tədbirlərdə iştirak edir, qəbul və ziyafətlərdə görünür, kabab yeyir, sonra da gedirlər. İndi isə konkret faktlar və nümunələrlə göstərilir ki, bu forumun böyük hissəsi imitasiya və PR kampaniyasından ibarət olub. Ən vacib sual isə açıq qalır. Real şəhərsalma problemlərinin müzakirəsi hardaydı? Bakının məhv edilən memarlıq irsi barədə hansı ciddi panel keçirildi? Qanunsuz tikintilər barədə hansı ekspert danışdı? Şəhərin nəqliyyat böhranı, sıxlıq problemi, yaşıllıq sahələrinin məhv edilməsi barədə hansı peşəkar debat aparıldı? Əgər varsa, konkret YouTube linkləri təqdim edin.
QHT-lərdən heç olmasa 5-inin tam müzakirə videosunu paylaşın ki, baxaq hansı şəhərsalma eksperti danışıb, hansı real problemlər qaldırılıb, hansı təkliflər verilib. Əgər bunlar yoxdursa, deməli ortada şəhərsalma forumu yox, dekorasiya forumu olub. Bütün bu saxtakarlıqlar ifşa edilməlidir. Hakimiyyət düşünməsin ki, diqqətdən nəsə yayınır. BMT nümayəndələrini, Afrikadan gətirilən qonaqları və beynəlxalq təşkilatları saxta PR-la aldatmaq mümkündür, amma müstəqil medianın və diqqətli ictimaiyyətin gözündən heç nə yayınmır axı.